Hə. Qəbul eləyim? Yox. Hə, все, Kamil yazdı qıdı. Göndərdim Kamil, parolda göndərdim. Bunları YouTube'da necə tapaq? Var da musiqi kanalım var da. Bu görün. Ayaz. Salam. Koy görün. Göndərdim. Başladıq da, gözəl da, başladıq. Görək kimin oyunundan başlayaq. Akifin birinci oyununa bax görək. Akif miri diri dip diri, bəli. Bu kimdir səndən? Bu nə nickdə? Miri diri dip diri nədir? Nickine bax bunun. Keçən səfər də iştirak eləmişdi bu. Bu Akif girişi vücudu. Trolls'da ne varsa. Eş ne kadar. İçime atıyorum aşk. Cəmil yoxdur, qaqa. Cəmil səndən oynamazaq, həm aldım. Cəmil öz rəqiblərini gözləyir qədər. Ya da gözləyir ki, sən bezib gedəsən. Akif biraz şey oyna, sakit oyna kadar. Biraz sakit oyna. Tabi bu kadar razminka olmaz Akif. Biraz sakit kadar. Rəqibin çox da güclü deyil. Biraz şey də elə bir sakit. Elə bir çox da agresiya ilə yox da. Bu yazmadı. Bu miri diri dip diri kimdir sən lan? Bu hansı nickdə bu? Bu nə nickdir? Bu nə interesli nickdə? Ola bilsin rəqibin yoxdur ya təkdir də say. Say tək olanda vermir. Say gərək cüt ola ki şey olsun da qarşılaşsın. Say o tək olanda bir nəfər ola bilsin oyun vermir belə görürsən. Başa düşdün nə fərqi? Olanları qəbul edin, bəlkə bundan sonra verdi. Ayaz. Ayaz elə bil hardansa tanış gəlir. Mən Instagramdan izləyicimdir, hardandır, başa düşmədim. Ayaz. Hardansa tanış gəldi amma. Akif yaman vəziyyət belə biraz pis fasonda. Yaman gəlirlər Şahcan Ahandan. Bu görəyə Allah'ın xeyir eləsin. Atı götürsə götürəmirsən. Bu görəyə yaxşı gəldin mi? Yoxsa çətin olar vəziyyətin. Belə amma topu qurban verib mat eləmə. Fili qurban verib mat eləmək olardı amma geçdim. Belə yenə də mat eləmək olar fili qurban verib. Vurdun, topla vurdu. Topla vursan, fillə vurur, vəzirlə vursan mat olur. Akif. Fillə vurursan piyadasını.
Piyada ilə vurur, topla vurursan, topla vurur, vəzirlə vurursan mat olur. Çox uzatmaq lazım deyil məncə. Görmədim o gedişi. Görmədim o gedişi. Bax vururdu, topla vururdun, şah verirdin, topla vururdun, vəzirlə vururdun, mat olurdu. Akif görmədim. Yəni də sakit oyunundan əl çəkmirsən də Akif. Yenə həmin şeyi eləyə bilərsən. Amma yox, bu səfər alırdım. Bayağımı eləyə bilirdim templə özü. 3 dənə tempim var idi. 3 dənə şans şah tipi tempim var idi. Gördün də Rəvan qadanam. Bildin də nətədir? Trausta nə var nə yox? Mən bu şeyləri sən görən adamsan, ona görə deyirəm. Bildin də nətədir? Bax. Oyun oyunlarında da tətbiq eləyib bunu. Bax vururdu, topla vururdun, şah verirdin, topla vururdu, vəzirlə dalından mat eləyirdi. Bəli. Şəxsi açıqdır amma. Yəni istəsən yaza bilərsən 2-ci və 5-ci gündə. İndi gecdir məndə. İndi də ola bilər. Məsələn çəkib yenə də tempim var da şah verirsən. Amma bayaq eləsəydin daha qəşəng olardı yerində. İndi də at atsan top fil mat olur. Bəli, təcili. Vəzirlə vur, Bəli, bax bunu deyəlim qadın. Gözəl. Bugünkü şeyə baxdın Sindarovun oyununa. Xiridarın oyununa bax görə. Sindarovun oyununa baxdın. 15 dəqiqə çəkdi tək. Yox, Akif yerində eləmək lazım idi o gedişi qadanım. Yerində eləmək lazımdır. Bayaqlar atı gəlməmiş artıq yerində eləmək lazımdır. Tutdum buraxmaq lazım deyil. Karpov kimi oynamaq lazımdır qadanım. Momenti tutdum, həmin dəqiqə eləmək lazımdır. Özü görünən gediş idi. Deməli heç oldu. 7 dəqiqə Sindarov fikirləşmişdi. Hardasa 17 dəqiqədə Hikarov fikirləşmişdi. Bundan da qurtardım. Peçeçəni. Bundan sonra baxaram Pərviz. Qoy ikisinin oyununa baxım. Xiridarla Ayxanın oyununa baxaq. Sonra sənin çıxar. Hissə hamının oyununa baxacağım. Özümdə qeyd edirəm onsuz da kimlərin oyununa baxmışam, kimlərin oyununa baxmamışam. 1859 il o. Heç nə olmaz. O birincidə verir də artıq uduzanda artıq elo şey düşür də aşağı. Daha zəif oyunçularla verir. Zəif olur bir də görürsən. Birinci səfər cüzüllərlə verir də. Kompüter seçir özü. Yoxlayır da. Birinci yoxlayır görüm sən onu uda bilirsən yoxsa yox. Uda bilməndə verir artıq ikinciyə verir. İndi həmən qanun var. Hansı qanun? Mən baxdım. Hansı qanun deyirsən? 40-cı gedişdən sonra bir günlük fasilə? Yox, 40-cı gedişdən sonra indi 30 dəqiqə vaxt verirlər. Bir günlük fasilə yoxdur. Hərəsinə 30 dəqiqə vaxt verirlər. Qabaq elə bir şey var idi. Niyə indi bir gün fasilə vermirlər? Çünki indi hər şey elektrondur deyə bir günlük fasilə vermirlər ki, bu gedib evdə analizə baxıb düzgün cavablar tapa bilər də, ona görə. Elektronlaşıb deyə hər şey. Yoxsa elektronika çıxana kimi bir günlük fasilə var idi. Salam, axşamınız xeyir. Bəli. Oy. Amma qabaq var idi. Qabaq 40 gedişdən sonra bir günlük fasilə verildi. Yəni amma indi yox.
Cəmil, bayaqdan səni axtarırlar, haradasan? Mən inanıram ki, Cəmil həqiqətən yox imiş. Mən inanıram. Kimdən düşmüşdün, Rafael? Bəli. Yox, o vaxt belə bir şey var idi, amma elə bir 40-cı gedişdən sonra 41-ci gedişi kağıza yazırdılar, qol çəkirdilər, verirdilər hakimə. Yəni hakimə verirdilər, artıq gedib evdə o hakimə verdikləri gediş üstündə çalışırdılar. Onunla bağlı bir dənə də oyun paylaşacağam. Botvinniklə Mikhail Talın oyunu. Ki orada Mikhail Tal gedişi şeyləyir, o gedişi verir. Botvinnik gedişi verir, amma hamıya səhv deyir də. Məsələn, elədiyi gedişi demir, başqa gediş deyir. Halbuki o ona Börbaşının dediyi gedişlər duş gedişləri idi. Rəqib də buna da çatdırırlar ki, o oynadığı oyunçuya çatdırırlar ki, içindən xain çıxır da, bildirin nə? Ki, yəni o adama deyir ki, Botvinnik bu gediş eləyir. Yəni bu da qəsdən onu səhv deyir də, bildirin nə? O da gedir evdə o gedişin üstündə çalışır, bütün analizlərini o gediş üstündə eləyir də. Səhər gəlir məktub açırlar ki, başqa gediş imiş. Ondan da uduzur Botvinnik. Ondan da uduzur. Daha doğrusu Botvinniklə Mikhail Talın oyunda başqa oyuncuydu. Bronstein ilə oynadı. Bronstein bütün gecəni o gediş üstündə analiz eləyir də, bildirin nə? Ki, yəni sonra baxır ki, bu gediş uduş gedişidir də, bildirin nə? Arxayın gəlir, bu gediş deyil, bu kağızda yazılan onsuz o gedişdir. O gedişi görür, başqa gediş olur. Ondan sonra artıq uduzur, çünki o gediş üstündə məşq eləməmişdi, başa düşdün? Bəli, bütün oyunlar qutarmalıdır, İsveçrə sistemini də elədim. Baxaram, yar. Bunlara baxaq, burada qaralar uduf da, yəni burada. Bəli, şahmat. Topla mat elədi, nə qədər, niyə uzadı sanki? Topla mat idi də, H5-4-də. Yenə də gec deyil, çünki şahın gedəcək yeri yoxdur. Mat. Bəli. Yine Rafael'in oyununa baxım, görüm orada mat var idi mi? Bəhnəm də qoşulubdur. Yəni deyim biləsən ola bilsin növbəti oyunda Bəhnəm oynayacaq. Yine Rafael'in oyununa baxım. Deməli ağlarda oynayırsan. Deməli Vay. Ne pis şey deyirsən oğlum. Vay. Ve burada mat yox idi, amma səhv gediş elədin də, onu şaha şey açmalıydı. Mat yox idi orada. Vəzir qoymurdu, top da imkan vermirdi. Amma yaxşı gəlmişdin. Heyf. Vəzirin zadını da götürübsən rəqibin. Yaxşı gəlirsən, sadəcə o fillər imkan vermədi. Bəli, bu da mat oldu artıq. Böyle. Şamxal. Burada nədir? Burada pat vəziyyəti ola bilər burada. Biraz ehtiyatlı olmaq lazım. Çünki atla vəzir veşin pat vəziyyəti yarada bilir. Atla vəzir pat vəziyyəti yarada bilər. Yəni burada belə momentdə atı tullamaq lazımdır kənara. Ancaq şah vəzir eləmək lazımdır. Atla oynamaq lazım deyil. Pat olur yoxsa. Ancaq şah vəzir oynamaq lazımdır. Yəni atla oynadın, pat vəziyyəti 90%'dir. Biraz məşq elə, bəli, düzələcək. Rafael. Ola bizim çoxdan da oynamısan, gözündən yəni mat yox idi, amma vəziyyətin yaxşı idi. Dedim axı, atı gəlsən pat eləyəsən. Atla oynamaq lazımdır öyle.
Vəzir və qoy görə pat olacaq. Bir dənə səbirli olun dostlar. Yaxşı ki tapdı gediş. Amma həmin momentdə atla oynamaq lazım deyil. Atı turluysan qırağa, şah vəzir oynayırsan, rahat udursan. Çünki orada atın manevrlərini hesablamaqca da artıq vaxt itkisi. Düz 2 dəqiqəsi qalmışdı, amma ola bilərdi ki, o vaxt olmasın. Yəni qoşula bilərsən, bəli. Belən birinci Vahid gedir, Vahid Pro. İndən sonra 6 oyun. Görüntü yaxşıdır dostlar. Şeydir. Cimcimə yoxdur ki, yəni demək istəyirəm. Mənə elə gəlir yoxsa. Var yoxsa təmizdir. Emil. Baxaq Emilin oyunu. Kimdən başlayaq məsəl üçün? Emil axtarıram, görüm Emil hardadır. Emil Rəsulov. Deməli Fərəclə oynayır. O görə $800 reyting. Gözəl. Lichessdə heç görübsən, nə var? 300-400 reytingli olan görüb. Mən görməmişəm. Görübsən sən Lichessdə? Chess.com-da görmüşəm, amma Lichessdə 300-400 reytingli adam görməmişəm. Bəlkə qabağıma çıxmayıb. Ha? Zarafatsız görməmişəm. Görübsən sən 300-400 reyting olan adam Lichessdə? Direktə yaz da, şükür qadın. Yaz, link atım. Mən görməmişəm şəxsən. Amma Chess.com-da görmüşəm. Hətta 180 reyting olan da görmüşəm. Chess.com-da. Nəsə olub deyib. Cücü işləmişdi, o da qurtdaların belə oldu. Nə oldu? Girən kimi elə birbaşa bunu gördüm. Bu boyda görmədim, bu boyda şeyi görmədim. Bir dənə buna gözüm sataşdı da olur. Sən də rəvan kimi xırda xuruş şeylərə fikir ver. Tək kim yazmıyor və onunla bağlı. Kiminsiniz ancaq. Sağ ol, sağ ol. Bugün deyən kluba bir nəfər də əlavə elədiniz. Həmin anda dərsdəydim. Əlavə elədiyin adamla dərsdəydim. Dedilər ki, link gəlibdi kluba qoşulmaqla bağlı. Betadin, o nədir bana? Yox, iyi gözləm. Bizimki elə şeylər deyil. Naturalin öz-özünə keçəcək. Salam, salam. Səs eləmədən. Bu hamısı reklam deyir. Qalın. Pulsuz reklamlardan. Salam xəyal, salam. Linkin üstündə vurmusan qadam. Copy-vat eləyib Google-da açırsan. Bəli, ayağın düşər o. Qurban nətərsən qurban. Yaxşılıqdır. Qurban nickini dəyişibsən tuta bilmirəm. Sağ ol qadam. Qabaqçı nickin nə idi sənin? I am nə idi? Belə gedirdi nəsə. Uzun bir şey. Aistom nəsə. Nəsə dayan. Dalını da özündən uydurmuşdum. Nəsə belə nə gəldi yazmışdıq da. Aistom az. Və sən rəvan halaldır. Nə tər tutubsan 12. Sağ ol halal deyil. Sağ ol.
Nətər tutub yadında saxlayıb. Bax deyirdim mən belə şeylərə fikir vermirəm amma. Bəli, vəzir at vursa vəzir fil gedir. Çox maraqlı epizod var burada. İndi məcburdur ki, fili vursun da. Ağlar fili vurmalıdır burada hesabına. Fili vurmalıdır ki, şahla vursun. Sonra atı atla vursun. Ardıcıllıq eləməsə uduzacaq figuriti. Elxan nə var nə yox? Yaxşılıqdır. Salamatçılıqdır yox. Bəli, vəzirlə vurmaq lazım deyil. Çünki götürür. O fil götürür axı, bu görmədi ha bunu. Vay sənin Fərəd. Vəziri görmədin qaqa. Vurmadı ki. Yenə kör döyüşüdür qoy görə. Görmədi, canım görmədi. Vay vay vay. Qəbul elədim. Görmədi ya vəziri. Vay vay vay. Vəzir namaz üstündəydi. Görmədi o gediş qaqa. Mən dedim görüb bəlkə də riskə girdi burada. Bizən avtomatik olan bir şeydir o. Biraz seyrəlmiş halıdır. Eləmir. Yodun seyrəlmiş. Heç nə olmaz. Adikolon vururam keçir. Qışladılar səni. Heç nə qədər Pərvin. Heç nə olmaz. Kimdən düşmüşdün Pərvin? Sən olarsan. Da yazdığına görə sən olarsan, aldın. Amma axır vaxtda performansın yüksək səviyyədədir. Axır vaxtlar performansın yüksək səviyyədir. Səni bu gedişlə Real Madriddə görürəm. Aldın. Bu gedişlə səni Real Madriddə zadda görürəm. Aldın. Son zamanlar özündən başqa rəqib tanımısan. Bəli. Macal tapmadın oynamağa. O ən pis şeydir Pərviz. Pis mar oldum. Bəli, pis mat oldum. Matın yaxşısı olmur qaqa. Elə hamısı pisdir. Yaşar qaqa. Yaxşı mat yoxdur. Bir məğlubiyyət, bir qələbə. Gözəldir də, gözəl. Dünən də yaman oynadı. Dünən də 2 nəfəri qaz var. Bir dənə gediş. Bir dənə burada 7-li gediş piyada F3 gedişidir. Burada artıq gediş lazım böyle. 7-li gediş oldu. Yeganə gediş oldu. Başqa gediş yoxdur. Amin necəsən Amin? Qoy görək Amin nə varsan Amin? Nə belə oynayırsan ay Amin? Fili vəzirinə nə vurmadın Amin qadana? Araba fikrin hardaydı sağ qurbanım. Billəmi sənsən, Fərəd sənsən. Prosto vəzirini niyə vurmadıq? Mat tutmadım söhbət. Bizim öz mahnılarımız deyiləm bu. Bəli. Orada yoxuydu amma neyse. Bəli. Pərviz profilindəki maşın şəkili nədir qədər? Porsche-dir, 911-dir. Yox, BMW-dir. BMW. Bəli. Akula. Y60'dır, bəli. M52 motordur, yoxsa N54 motordur, yoxsa N52 motor.
Bilməzsən, sən o incəliyi bilmərsən ki. Yoxsa birdən M-zad olar qadın. N52-dir. N53, N53 biraz zəif motordur. Ən yaxşısı M54 motordur. Və M paketli yoxsa M package-dir. Yəni bu kimi şeylər var. İndi onları da bilmərsən sən dərinə getsək. M package yəni salon M paket olur, M olur da yəni. Bir də var ümumiyyətlə hər yeri sadədir. Neçənci illik qanır. Motor neçədir? Denən deyəcəm sadədir, mürəkkəbdir. Rəvan, sən nə bilsən, nəyə sən kalbasa çörəyini yiyib. Nə? 2 dizel 2006. Allahına qurban olum. Gedib BMW alıbsan, özü də dizellə. Nə varsan sən qadınım. Dizel ucu benzin qiyməti nədir? Gedib BMW sürsən özü də dizellə. Şaqqıldı. Şaqqıldıyır o Fernand Demp dediyi kimi. İçəridə hər şey yaxşı deyil. Çöldə şaqqıldıyır. Allahına qurban. BMW olsan özü də raskoda da fikir. BMW sürsən, sağ qurban olum. Olmasın bir manat artıq yazsın. Mən dedim indi yəqin 3-5 motor zad deyəsən. Yox. Kasıbla BMW sürmək də yaraşmır qızım. Kasıbla BMW sürmək də yaraşmır. Topu ne ver? Ay bunu vəzir verdi. Söhbətə başımız qarışdı, vəzir verdi sənəm. Axır ki bu ağlar vəziri verdi, dincəldi. Axır ki bu vəziri verdi, dincəldi canım. Bayaqdan hər ildə o vəziri versin. At gücü nədir qaqa? 2 motor dizelinə at gücü olacaq ay Sadiq qadınım. 2 motor at gücün olmasın, olsun 150 at gücü. Ondan artıq yox. Baya top da getdi səni. Piyada ilə mat oldu ki bu. Yox oldu. Sən dincəlmədi, axırda vəziri verdi də bu adam. Nədir qadınım? Dizel partlayış eləyir, yanmır. Dizel yanmır, qaqa. Dizel sıxılmadan yaranır o təsir. Bilmirsiniz, görürsünüz, yəni gərək bunlar bilmək üçün gərək nə vaxtsa varlı olasınız, bilmirsiniz nədir? Benzin partlayışla yaranmır, benzin sıxılma ilə olur. Benzin dizel, benzin partlayışla olur qadınım. Bunları bilmək lazımdır. Bunlar xırdalıqlardır. Yəni bilmirsinizsə də ikinci, dörd yaxşı yılxan. Bilmirsinizsə də ikinci, dördüncü günü saat 11-dən saat 1-ə nə pis motor. Boş olacağım, yəni başa sala bilərəm ətraflı şəkildə. Sən bilərsən aldın qadınım. Kim bilməsə də sən bilərsən. Qurban olum. Səndə rahat bir Range Rover hiss edirəm qadınım. Ya Range Rover. Akord pis deyil Akord. Honda yaxşı firmadır. Yapon firma. Tutardı ki bu. Sadiq buradadır da bayaq. Don bir anlıq internet çəkdi dost. Sadiq buradaydı bayaqlar. Sadiq səni axtarırlar. Birinci yerə mükafat yoxdur. Bu günləri casusçuluqdur dostlar. Bu günləri birinci yerə hesab yox. Qatıl verilməlidir. Şükür. Qatıl ver ki, görünsün adı. Bəli, təbrik. Bəli. Vurdu o piyadanı. Niyə vurmadı ki bu piyadanı? Ben indi haldan istəyir mükafat versin. Prosto birinci ilində özüdür də. Nətər hərmir. Mükafat verəcək özü-özünə. Buradan götürüb qoyacaq bura. Olmayacaq. Durub da cibində. İndi pulu göndərəcək kartına mən gərək buradan nağdı pulunu mən kartına göndərəcəm. Hazır deyil cibimdə durub da. Onsuz da mənim olacaq deyil.
Biri var online kartıma göndərirlər. Karta da indi göndərəndə en qədər borcu krediti var da indi. Komissiyası var, nə bilim, Capital Bank'ın krediti var, tutur hamısı. Ona görə şeyli ki, cibimdə dursun. Sağ ol Elxan, sağ ol qadın. Komissiyasını niyə tuturuz? Yalanın qəpi nədir ki? Məncə heç o piyadan vurmaq olmaz. Deyəcəkdim, vurdu. Sağ ol Elxan, sağ ol qadın, cibin dolu olsun. Bəli, naxayda 50% hələ bir komissiya. Bu oyun elə bir qaralar oda bilər. Məsəl üçün. Elxan sağ ol qadınım, sağ ol. Ulaşıldı, bəli, ulaşıldı. Elhan, Tom'un sarılışı, hediye gönderdi. Sağ ol, sağ ol. Tom'un Elhan, Gül, sarılışı. hediye gönderdi. Sadiqlə Qudolsuz. Sağ ol. Elhan, Tom'un sarılışı, Cibin dolu hediye olsun Elxan, gönderdi. çok sağ ol. Elhan, Tom'un sarılışı, hediye gönderdi. Nəyin sarılışı? Elhan, Kimsə Tom'un məni qucaqlayır sarılışı, orada, hediye ekranda. gönderdi. Bu görün. Elhan, Tom'un Yani- sarılışı, Ya bunu hediye Ay, gönderdi. səni danışam. Mən də deyirəm, bu nə var ya? Arxadan kimsə məni qucaqlayırmış hə. Bu nəfs qucaqlayır mən. Mən də deyirəm, nə var ya? Nətər Qudolduz Sadiqlə. Nə qəşəng şeydir, o görə təzədən videosuna baxım. Mən də deyirəm, Tomun sarılışı nə deyir, bu haradan qucaqlayır bu? Mən görmürəm amma. Elhan, panter patisi, hediye gönderdi. Onun zırmaqlayır bu. Elhan, panter patisi, hediye gönderdi. Vay qaqa, mən hədəfə nə Elhan, qədər panter patisi patisi, qoymuşam ki. hediye gönderdi. Elhan, Mən, yox, panter mən patisi, Gəncəliyəm, yer hediye gönderdi. Elhan, panter patisi, hediye gönderdi. Akif yaman Elhan, otdun ha. panter patisi, hediye gönderdi. Hə. Elhan, Hamımızın panter özünün patisi, zırması əl hediye çəkəcək. gönderdi. Görürsən, dırnaq düzəllənlər var ya, burada. Görürsən, dırnaqla tər olur. Bildi özüm mən kimə deyirəm. Bəli. Bəli, birinci yerdə həmişəki kimi. Salam Araz. Elxan, çox sağ ol qadın. Sadiq, danışmaya qaqa, danışma qadınam. Sən də hoqqa verən vaxtların var idi. Nə oldu Sabə? Sadiq qadınam. Nə belə oldu? İşmi yoxdur, gücmü yoxdur. Estoniyada yaşaysan ortada bir şey yoxdur. Gəl burada fəhləlikdən elə də qadınam. Yalandan gəlib Estoniyada nə rasxod edirsən? Buyur, şükür qadınım. Sən də Tural Usta kimi xahiş edirəm, xahiş eləməliyinə uduzdurarsan məni. Qoy görün. Denən qaqa, nəyə xahiş edirsən? Denən, nə eləmək istəyirsən? Düz deyirəm də, Ceyv Estoniyada ac qarnına oturduğuna qadın. Elhan, Gel burada seviye fəhləlikdən atlama zəfər elədi. kıvılcımları, hediye gönderdi. Bəli. Elhan, seviye Seviye atlama atla- kıvılcımları, hediye gönderdi. Bilmem nə. Elhan, seviye atlama kıvılcımları, hediye gönderdi. Elhan, seviye İsteği atlama atıp kabul kıvılcımları, edeyim ya. hediye gönderdi. Elhan, seviye atlama kıvılcımları, hediye gönderdi. Gəl heç olmasa moderatorum işdə. Azərbaycanda. Yalandan Estoniyada saçqa yemədə. Yaxşı. Yaxşı, keçirdim də, düz deyəcəm. Keçirdim mi? Bunları keçirdim. Nervinə işləməsin, nə qədər?
Bəli. Elxan 100 sandıq. Bəli, götürün uşaqlar. Dırnağı olanlar götürə bilməyəcək də sandıqdan heç nə. Çünki mane olur basmağa. Bəli. Bu dəqiqə oynayanlar resign verəcək uşaqlar. Bu dəqiqə jeton götürmək istəyənlər bu turu başım bıraq da. Bu turda hamı şey eləyəcək. Bu tur hamı resign verəcək. Qaqa qəsdən uduzacaq tez. Bax dostlar 100 dənə jeton qoyulub. Kim tez girsə 10 saniyə qalıb. Tez çıxın resign verin götürün jetonları. Hə. Yox, hələ var. Vəlzarın canlısına var. Elxan, Vəlzarın canlısına da yaxın bir də 10 dənə jeton qoyarsan, ola bilsin ki, bir 2-3 nəfər getdi. Əli boş getməsinlər. Görmürəm, render açılmır ağ-qara. Render nə deməkdir qadın? Render nədir ki? 359 jetonun var idi, xəşlədin. Kimə xəşlədin Şahmat? Bəli. O kitabdan adam bax yuxarıdan yazılıb oğlum. Bax, amin. Yuxarıda yazılıb always. Sətr. Bax, kitabdan adam olan Nikodur. Render nədir mən tutmadım dostlar. Belə bu səslər düz deyilsin. Bəzilərinin şeyini. Mən hər saat tez-tez hədiyyə atmırlar deyə Elxana görə şey eləyə bilmirəm, başa düşdüm nədir? Hədiyyə istəyirsən bağlayaq bunu. Hər saat atmırlar da. Kocam buydu mu? Testuser, Rose hediye gönderdi. Ha budur. Ha, bağladık bunu. Ağ-qara seçilmir. Bu nə deməkdir ki, ağ-qara seçilmir nə deməkdir ki? Başa düşmədim mən o render. Hə. Səs eləmə, səs eləmə. Bizim də çörəyimiz bundan çıxır, sadiq qadın, səs eləmə. Ağlamasan o şey verin, bir şeydə deyirək, belə eləməsən olmur, belə eləməsən olmur. 15 saniyə qalıb dostlar. Heç kim sandıqdan jetonu götürüb qaçmasın, ha, dalınızdan düşəcəm. Sağ ol Elxan, sağ ol, sağ ol. Çıxmadı. Abi bu təzədən gəldi bu. Fake sandıqdır nədir? Kim məndən yarışa bilərəm ki? Kim mənlə yarışa bilərəm ki? O nə deməkdir ki? Kim mənlə yarışa bilərəm ki? Məmməd o nə deməkdir o? Şahmatda yarış deyirsən yoxsa nətə? Fake nədir qadın o? Heç kim götürmədi sandıq. Boş sandıq nədir? Mən çıxdım məzələnsiz deyəm. Boş sandıq nədir? Boş sandıq olar. Prosto fərasatınız olmadı da oradan götürməyə. Deyin fərasatım olmadı götürməyə. Yəni boş sandıq nədir? Nətər jeton çıxan olmadı burada. 100 dənə jeton hara getdi be qadın? Belə şey olar. Burada fake olmur. Burada ekranda yazıldı məndə. Nətər boş sandıq?
Şey ola, bəkəmə getdi bu. Çünki fərasatınız yoxdur. Gəldi çıxarlar, götdü, çıxdı, getdi. Nə tərəf vara getdi bu 100-dən sonra. Fırladılar mən bizə. TikTok fırladı canımız. İnoplanetenlər mı gəldi apardı? Heç kim indi jeton çəkə bilmədi. Ha? Heyxan, digər hamısında təzdən özünə qayıtdı qızım. Yox, elə şey olmaz qızım. Məndə rəsmi olaraq gəldi. Nə bilim. Bəli, Haldun şir şəkli qoyub, bəli, profilinə. Yəni şir kimi oğlanlar. Vəziri vursa piyada çıxır, vəziri. Vəziri vursa piyada çıxır, yoxsa şah çatır, yox, şah çatır. Yox. Bığlı şirdə. Mən yalandan dedim, Haldun o vəziri vursan çatır. Görmüsən, özün hesablamısan ki, o vəzir ora çat. Kim idi bu? Mən dedim, sizə nə olmuşdu? Mən elə belə dedim ki, o çatır. Çatmır, amma sağdakı piyadalar gedirdi. Eləmi? Eləsin də, qoy eləsin. Qoy eləsin qanım. O pullu adamdır qanım. Haldun dirəşi var aramızda. Vay. Uduzdu ki. Erbatur, hə. 7 xal verdi. Ne verdi? 1700 rəqib 7 xal verdi. Mən bu tuta bilmədim bu temanı. Ha, dostlar. 1700 Haldun 1700'dür. 2070'də reytingi var. 7 xal verdi. Niyə elə verdi? Dünyanın özü ədalətsizliyi qadın. Dünyanın özü. Biz uçsaydıq indi 1 xal vermiş. Elə olur heç. Yox 7 çoxdur. Nə bəlkə də bir 2 xal vermiş. Biz saydıq indi 1 xal, bəlkə də 2 xal verməmişdi. Nə bilim valla. Belə ədalətsizlik olmaz. Sağ ol Nizat. Sən nə tərsən qədəm? Keyfim əladır. Mənlə oynamaq istəyirsən, oynayarsan. Elxan çox sağ ol Elxan, minnətdaram mənə. Cibində olsun, sağ ol. Bəli. Sağ ol Ramin, sağ ol. Nizat nətər deyə vəziyyət? Yenə paşkan başını açdı axı Məmməd ola. Yenə paşkan başını açdı. Canım səpir ala, səpa səpti də gücülü. Dəngəyə sən portlatdı. Canım səpə. Yenə paşkan başını açdı. İlxan sağ ol İlxan. Bütün ağaç sıxıldı. Nə qədər yazı görsəm hocam da hədiyyələrdir. Sağ ol, minnətdaram. Sağ ol Nizat. Yayın açmırsan Nizat axır vaxtda nə olubdu? Başın nəyə qarışıb? Sağ ol, sağ ol.
Atışan varsa bayaqdan Elxan dağıdır bunlar. Halbuki sən hardasan? Allah bu 100 jeton da buradan gəldi qələm. Buradan da çəkənməsəniz da mən sizə nə deyim? Fərasatını demək olar ki, yox. Bu hədiyyə səsini bağlamışam Haldun. Çünki tez-tez hədiyyə atırlar şeydir. O səsi qoşsan partapart düşəcək. Account takip etti. Bak koy görüm ya. Sen o aldın kızı. Göz səsi qoşalım. Bu da böyle. Neşe. Ona koşmuram ben. Sağ ol Elxan, sağ ol. Öpürəm. Qoşaq. Sağ ol qadın, sağ ol. Elxan. Atış. Özün üçün taqa-taqa oynay. Özün üçün taqa-taqa oynay. Bir dəqiqə canım üçün bir dəqiqə Albert'i çağıracağım. Hamınız qaçasınız. O Albert'e yazın. Sağ ol. Buğaltır manı Cəmilardadır buğaltır. Akif yenə dağda gedir ha. Allah Akif. İkinci yerdesən ha. Hoem Trançcuk takip etti. Sağ ol qadın. Akif dağıdır ha. Bəli. Haldun nə oldu qaqa? Hupdet Lucy'yi Güllədən takip ayrana etti. keçdin de. Ha? Bu şeylərdir. Bax Hong Kong Taylanddandır. Bax sandığa görə gəliblər. Bax dostlar, fərasatınız olsun götürün. Bax hamısını götürüb sıfır gedəcəklər. Bax bu Taylanddan idi. Bayaq da girmişdilər. Bax bu Taylanddan ketçap kolləm, diyanla, bax bunlar hamısı. Bax görsən yani paylaşıb elədilər. Hamısı girib yani götürüb sıfır gedəcəklər. Bəli. Deməli Akifdir. Birinci yerdə Çinarə, ikinci yerdə Akif, üçüncü yerdə Rüstəm. 3 oyundan 3 qələbə. Fərid 2 oyundan qələbə, 1 heçəsə. 4-cü adamın nickini oxuya bilmədim. Bəhnəm də birinci oyunu buraxmışdı. Sonrakı 2 oyunda qələbə. Girdilər götürdülər də nə qədəmə. Girdilər götürdülər də nə kitaylar. Onlar bizə nətər eləyirlər. Bir dənə aparatdır, qoşur ekrana tap vurur. Fərasat yoxdur. Kompüterlə götürürlər. Bunların xüsusi proqramı var. Ekrana qoşurlar. Ekrana qoşmaqla hamısını götürürlər. Bloklamaq olmur da, gərək yaza da, nəsə yazsın bloklayaq da, bloklamaq olmur axı belə. Deməli, Anarın oyununa baxaq, Anar ağanın oyununa baxaq gərək. Yenə də minnətdaram, cibiniz dolu olsun. Ola bilər ki, birinci yerə artıq hədiyyə verilsin. Çünki yetərincə hədiyyə gəldi. Yetərincə hədiyyə gəlsə, ola bilsin ki, birinci yerə mükafat verəcəm bu səfər. Yaxşı, deməli Haldun Məmmədov, bir də Elxan, bir də digər izləyicilərimiz var ki, sonra Qoyaddan Rasim, adları yadından çıxmasın da, qalan adam olmasın ki, hədiyyələr göndəriblər. O hədiyyələrlə bağlı ola bilsin ki, ola bilsin yox, yenə deyirəm də, göndərəcəm yəni bu səfər. Vüqar salam. Amma çox yox da, çox yox. Çünki gələn həftə özümə lazımdır. Kimdir Pərviz rəqibim? Denən görün.
Koko Yok. takip etti. Kim? Gogo. Bax bu yenə girdilər başalar. Yenə girdilər bax. Ehtiyatlı olun bax yenə girdilər. Qoy bloklayım görüm bloklaya bilərmi? Əngəllə. Əngəllədim. Gogo kimdir? Gogo. Bunu da əngəllədim. Troll TikTok takip etti. Bunlar hamısı şeylərdir. Bax bir dəqiqə gözləyin. Bir dəqiqə hamısını əngəlləyirəm. Bir dəqiqə səbir olun. Dostlar. Hamısını əngəllədim bunlar. Girin rahat götür. Hə, Lord görək kimdir burada? Lordla oynan. Lord oynamır axı. Lord fasilə verib qadın. Hansıdır? Yox, heç saçmara boğulur. Hə, 19 saniyə qalıb. Görüb nəsə götürə bilərsinizmi? Düzələyəm. Kim də Eliş səndən oynayar? Bax şu mətə sənin nikin nədir? Eliş. Bu səndən oynayan oğlana baxmaq, adama baxmaq istəyir. Hə, Eliş tapdım sənin adını. Frido, hə, Frido. Baxıram oyun. Oynayın. Pərviz. Mən də Elişə baxıram. Hə. Pərviz. Asif Ellarla sağ ol. Ellar sağ ol. Pərviz yoxdur axı burada. El adam yoxdur burada. Mən baxıram bayaqdan. Hə, Pərviz tapdım. Kimdir bu? Yoxdur axı sənin oyunçun. Lord Angry. Mən də elə biləm deyirsən ki, yoxdur axı qanım, oyunçun yox. Mən elə biləm deyirsən ki, güclü oynayır, bax ona. Heç nə, dur gözlə vaxtı qutarsın, xalını verəcək də səni. İndi sandıqdan nəsə çıxdı dostlar, yoxsa çıxmadı. İki nə? Yox, Nur çəkdi də. Ezo, nə var, Ezo, görsən mi sən çoxdan? Nə oldu, bunlar nə alırlar, ay qaqa. Elxan, bunlar nə alırlar, qaqa? Girir xariciləri yox eləyir bunları. Qalın, girirlər, götürürlər, sıxırlar, gedirlər, siz də baxa. 4-5 dənə 100 jetonluq sandıq qoydu, nətər götürə bilmişsiniz siz onu? Yox, sandıq zad lazım deyil, Elxan, qadın. Belə pistura çıxmasın, birbaşa elə qaqana göndər, söhbət bağlansın mənim, neyinsən ki, qadın? Da girirlər götür, o bu götürür. Niyə? O bu götürür. Vay. Sağ ol. Elxan deyir ki, var mı lan bana yan bakan? Kimdindir? Elxan deyir, var mı lan bana yan bakan? Burada eləşi çətin məqamlar. Sağ ol ay Elxan, mənə. Minnətdarım. Yetərincə hədiyyə göndərdim. Qaşı. Gəldi ki, oyuncu Pərviz. Bayaq oyuncun yox idi axı bəs sənin. Vaxtı qutardı. Hə? Bir xal verməlidir.
Bu anonim elə bir jeton çəkibdir. Eləmi? Sandıqdan bir jeton düşdü. Ha, yoxsa yox? Aldatdı səni, niyə? Niyə be? Akif qaqa, niyə aldatdı səni qadın? Deyən görmə ya, burada nüjeli mat eləyə bilmirlər. Top F2 nətər, top F2 nəyi var top? Top F2 nəsə var orada? Nüjeli buradan mat yoxdur ya. Top C8'ini qarşılayacaq da top C1 qoyacaq. Top C1'e kurtarır da. Prosto ondan sonra ne oynamaq olur ona baxıram. Atla vəzirə hücum eləmək olar, şah vermək olar. Sonra fillə belə həm maraqlı oyun oynamaq olar burada məsələn. Niyə alladırsan Akif'i qadına? Ha? Akif'i niyə alladırsan? Yaşlı adamdır. Ha? Yaşlı adamdır. Niyə alladırsınız onu? Qəlbi saf adamdır. Görürsən də Akif. Heyb, çox heyb. İki at var, ikisi de pasif değil. Atı qoymaq lazımdır. Namusu vəzir geri qayıtmalı çünki fil düşə bilər. Ona görə vəzir məcburdur geri qayıtsın, amma vəzir hara qayıtsın? Şaha bu yanlış gediş idi məncə. Topla piyadanı vurub şah verərdin də, fili götürürdü. Bəli. Bəli. Qoşmaqdır. Hə. Rəşad, salam Rəşad. Atı nə verdi be? Kucuri, bu boyda figürlə mat eləyə bilmir indi bunu. Hə, mat. Topla şah. Bəli, axır ki bu mat oldu. Axır ki mat oldu, bəli.
Salam Mirzəli, salam. Demək, Bəhnəmin oyununa baxmadıq. Bir dənə də Bəhnəmin oyununa da baxaq. Çox əzab əziyyət çəkdin qədər. Çox əzab əziyyətlə mat elədin qədər. Çox çətinliklə baş verdi bu. Yaxşısı qoşmaqdır. Bəli, yaxşısı qoşub oynamaqdır. Gözəl. Prosta 18-ə qoşma da, 18-də 100% nəticə verir. O ən azından 8 hızda bu. Olur da Rasim. Dünya çempionatı oyunu, futbol oyunlarında da olur. Məsəl üçün var çempionluq üçün oynayan komanda, var da xal qazanmaq, xal verməkdən ötürü qoşulmuş komanda. Gözəl cəmdir, gözəl. Mən bu oyun performanslarını səndən gözləyirəm qədər. Son zamanlar çox özünü performansın çox yaxşıdır. 2-3 aydan sonra sən Real Madriddə görürəm, cəmdir. Haldun kimi. Ən azından sol cinah yarım müdafiəçisi kimi. Sağ ol Elxan. Bu nə idi Elxan? Mənə xəcalət eləyirsən mənim canım üçün. Belə çox hədiyyə çox gələndə uşaqlar mən utanmam. Özümdən asıl deyil. Elə bilirəm qavamdakını əziyyətə saldım. Və piyadan necə ötmədi bu? Ha? Fərid piyadan necə ötmədin qadam? Təkərə düşdün necə ötmədin? Çaşdı Amma bu birisi piyada çıxırdı vəzir eləmi ona görə vəzirə çıxırdı, indi fikir verin. Bəhnəm yaman sıxışdırır Fəridi. Çox sağ ol Yoxan, minnətdarım. Ən xoşuma gələn epizodlardır bu. Şah tək qalır vəzirlə, rəqib oyuncusunda vəzir olur. Siz tərəflaradır, burada qadın. Forza Milan, siz tərəflaradır. Biz tərəflərdə belə vəziyyətdə çox patı olur. Biz tərəflərdə belə vəziyyətlərdə çox vaxt pat olur da. İndi bilməm siz tərəfdən nə tərdi vəziyyət qadınım. Yəni bir səfər deyil. O cürə. Bəli. Səhifəmə bax, sübutlar var da. Tural Usta da qoşulub, bəli. Nə oldu Tural Usta? Aldın, gördün də dönənkinin əvəzini çıxdı, gördün də Tural Usta aldın. Tural Usta dönənkinin əvəzini çıxdı. Salam Altay, salam. Fikir verdin, dönənkinin əvəzini çıxdı səndən. Çayım da soydu içməli. Bəli, qəşəng. Tural Usta gördün, dünənkinin cavabını verdi halım. Deyir, üzr istəyirəm səndən, gözəl şəkildə. Alamda deyirsən, kapak olsun.
Qəşəng Trabzonda. Hiss olunur ki, yəni hiss olunur ki, nə deyirlər ora? Dürəşən adamdır. Qəşəng cavabını verdin dedi alın. Aldın. Get qadın cavab ver. Aldın yazmaza, hara yazır ya? Hara yazma, yazmağa bir mesaj mı var? Nə yazsın? Yazmağa bir mesaj da yox. Ki nəsə yazsın ora. Bəli, birinci yeri yenə gözləyirik, gözləyirik. Burası bəhnəm yəqin ki, kimlənsə bu birinci, ikinci yerdə çıxanlarla. Akif, hara getdin ay Akif? Və sən üçüncü yerdəydin, uduzdun deyən düşdün, eləmi aşağı? Akif gözləyirdi ki, birinci. Akif gördün qadınım, deyirdin özdə Emili zadı çağırır. Necə qoşulub? Hara qoşulma? Gecdə ximli qoşulma. Çünki artıq 4-cü turdur. Deməli, burada Ülviyə yazılıb, burada da Həsən yazılıb. Bilmədim hansı addır. Əsas adımız hansıdır, onu tutanmadım. Bilmədim necə müraciət edeyim, Həsən deyim. Yoxsa nətər yüzür anonim deyim, yoxsa nətər tutanmadım. Əgər bir Cəmilin oyuna baxaq ki, Cəmilin oyununa heç baxmamışam. Cəmil, nə oldu? Xod elə qadın. Uliş, heç nə. 4-cü turdur, 5-ci turdur. Artıqdan sonra 2 tur var. Məncə qoşulmanın yeri yoxdur. Çünki 2 tur nə oynayasınız ki? Gələn səfər, gələn bazar günü qoşularsınız. Orada elə bil başdan başlayarıq. Bazar günü, hər bazar günləri bizim saat 10-da başlayır da. Onda link istəyirsiniz göndərərəm. İndi oyunun ortasıdır. İndi göndərməm. Neyiniz? 2 oyun oynayasınız. Yəqin ki olacaq Rəşad. İndi gözləyirik qadınım, gözləyirik. Bugün biraz yorğunçuluqdur. Bəli, hər bazar olur. Hər bazar saat 10-da olur. Sizin CS:GO profiliniz var. Yəni CES yox, CS:GO. Bu CS:GO profildir elə.
Mənim orada klubum var, Seskomda klubum var. Seskomda indi xanımlar üçün eləyəcəyik. İstəsəz ona da qoşula bilərsiniz. Yazın, mən göndərərəm qrupun şeyini. Linkini. Həbçi 3-cü gün olacaqdı. Onu da yenə canlı yayımda görsədəcəm. Vay Cəmil, bu nə vəziyyət idi ha Cəmil, qadınım. Üzr istə qadınım. İndən sonra kim mutlu üzr istəməlidir. Denən yaşadı, üzr istəyirəm. Vay bu nə mat idi. Deysin deyin qaqa, olur məndə də olur, Akif qadınım. Öyle yaşar, mən də arada bir elə deysinməklər olur məndə. Akifin oyununa baxaq görək, bəhnəmlə oynayıq, görək nə var orada. Hə, 3-cü günü saat deyən 10-dadır. Canlı yayımda görsədəcəm, orada oynayarsınız, hər bazar günü saat 10-da olur da, bilirsiniz. Hər bazar günü saat 10-da bizim lisesdə olur yarışımız. Gəlin dən çay süzməyimdə. Vay nə pis palajeniyadır bu. Salam Aydın, salam.
Hə, bayaq sən vəziyyətin yaxşı, ha, atım. Hə, vəziyyətin yaxşı idi, hə, sən. Saat filmimiz. Vay, nə pis vəziyyətdir, bu nə də? Bir qəliz vəziyyətdir bu. Eşat, nə var, nə var, Eşat? Məndən salam söylə, Eşat. İkisi də çox aqressiv oynayırlar. Məndən salam söylə, Akif qadın. Denən privet studiyo. O niyə vəziri belə oynadı, təzədən belə oynadı, mən çatmadı bu gediş, bəhləmin bu gedişi. Bazar günü adətən nədir də, Eşat, mən billəm ha. Bəli, çətin vəziyyətə düşdü. Bunu da oynayır ki, topun qabağını açsın. Bu da aydın məsələdir. Topun qabağı açılsa mat olur ağır. Düzdür, atı qoya bilir qabağına, onda da piyada ilə vurur. Fil gedir də topda. Neyse, top getdi. Prosto Bəhləmin filləri kör deyil, bildin nə tər? Filləri açıq deyil. İkisi də bağlıdır filləri. Akifin o figurları biraz aktivdir. Bəhləmin 2 dənə fili var, ikisi də pisdir vəziyyəti. Plus da topun biri də oyuna çıxmayıb daha hazırda. Məncə şah H7 oynamalıdır ki, daha rahat oynasın. Yoxsa belə alınmayacaqdır Bəhləmdə oyun. Figur əksikliyi var da. Bir vəzirlə əmələ gəlmir. İkinci top. Daha Akif Sənəl hücuma keçdi. Fili götürsə çətin olacaq vəziyyət. Fil getdisə də çətin olacaq vəziyyət. Yəni, nə var ya, bu nə çətin vəziyyət yaranır burada. Deyən görək, burada deməli indi və toplu oyuna çıxdısa da rahat deyil də, prosto indi artıq ağlar müdafiə olunmalıdır da, düzdürmü? Topu müdafiə elə bilir nəylənsə? Yox. Topu yox, müdafiə elə bilmir ağlar yaşayın. Kontratakaya düşdü ya. Vəzir qurban versən mat olur görən. Ayda fili verdi. Məcburi verdi ya fili. Vəziri qurban versin. Yox ya, olmur axı işin. Atla şah ne vermədin ki? Atla şah vermək olardı. Məsələn, fili də belə verdim. Bay. Bu nə pis oyundur ya. Bu nə gərgin oyun. Bu nə gərgin oyundur ki.
Heç-heçə. Amma heç-heçə deyil. Qaraya qaçsa nə olur ki? Yox, uduzdu. Akif tutdu, vəziyyət pisdir. Atı qoruya bilmir. At düşdü, vəzir də gedir. Yox. Cəbahaq görək burada bəyəklər atı qurban versəydi nə olurdu? Bəyəkçi epizoddur. Atla buradan şah versəydi, məsəl üçün piyada ilə götürürdü, bu da piyada ilə götürürdü. Tutaq ki, bunu da atla şah versəydi nə olur? Piyada ilə götürürdü. Yox tapılır iş. Yoxdur ya, top bağlamadadır ya, ona görə alındıram malımda. Top bağlama. Yoxlayacaq onsuz da axırda hamısını bədən. Axırda hamısını yoxlayacaq ona. Bəli, ola bilər. Reytinginiz neçədir sizin? Rafael ilə düşdünüz əmin. Bəli, Allah. Orada var idi, qurban vermək olardı. Vəziyyəti pis idi qaralarında. Piyada çıxdı ki. Bu ağlar deyən düz oynamır. Aynen, düz oynamadı ya qaralar. Bu cürə düz gedişlər tapa biləcək miyim? Hə. Deyən heç səs olmuyor. H8 oynasa piyadan vursa heç etsə səhv oynadı başdan. Vəziri gəlməli idi. Vəzir piyadanın qabağına qoymalı. Vəzir arxada saxladı. Piyada görmədin hardan hara gəldi. Bəli, yenə də H8 oynamaq olar məsəl üçün. Yenə də H8 oynamaq olar. Gecən xeyrə, gecən xeyrə. Star Life. Əflatun, gecən xeyr. Bəyəkləri vəziri oynamalıdır piyadanın qabağına. Səhv oynadı. Vay vay vay, qaçdı oyna. Fikir verdiniz. Sağ ol, Şura, sağ ol. Deməli, burada gör nə qədər boşluq buraxdı. Burada bir dənə gəlirdi vəziri bura. Buradan da qoyurdu bura. Vəsə qutarırdı. Burada neynədi? Vəzir piyadanın arxasında qaldı. Burada vəziri gətirib qoyurdum bura. Burada da piyadanın qabağına qoyurdum. Vəsə bununla da söhbət bağlanırdı. Heç cür o piyada gəlsə də şah yaxınlaşamır. Bu şah vəziri saxladı piyadanın arxasına.
Udmadı, heç oldu. Hə, vaxt bitdi, eləmi? Bəli, mən təşkil eləmişəm, Məhəmməd. Şura, çox sağ ol, Şura. Siz necəsiz? Bəli. Bunların oyunu maraqlı olar, məsəl üçün. Bəhnənin oyununa baxdıq da, istəyirəm başqa oyunçuların oyununa baxaq. Məsələn, Rüstəmin oyununa da baxdıq. Başqa kimin oyununa? Məsələn, Cəmilin oyununa baxdıq, biz baxdıq. Bu kimdir? Ayxanla oyuna. Gəl buna baxaq. Buna baxmamışam. Stabil günü var, bəli. Hər bazar günü saat 10-da. Hə, hər bazar günü saat 10-da olur da bizim yarışımız. Yadınızı saxlayın. İnşallah, inşallah. Bəli, ancaq Blitzdir, bəli. Ancaq Blitz turnirləri. Budinlik kur indidən, hə? İndidən budinlik kur, hə? Gələn səfər, inşallah gələn səfər. Bu nə üçün idi? Piyada çox gəlməsin deyə. Yaxşı. Bu mahnılar hamısı mənim YouTube kanalımdadır. Yenisey Music Channel. Məsələn, girirsiniz, orada maraqlı mahnıları var. Hətta TikTok kanalım artıq kəşfətdədir. 200 min baxış gəlir. TikTokdakı musiqi kanalım. Mərkəzi Asiyadan tutmuş düz Ərəb ölkələri, Şimali Amerika, bu cür. 200 min baxış gəlir hər video. Mahnılarıma da, yəni qoyduğum mahnıları. Bəhnəmə baxdıq, istəmirəm də baxdığımız oyunlara, baxdığım adamlara baxaq. İndi fərqli oyunçulara da baxaq da. Onların da oyunları qeydiyyata düşsün deyə baxıram. Bəli, bəli. YouTube'da da paylaşıram da, hər turnirimizdə YouTube kanalında paylaşıram. Ki, nə vaxtsa lazım olar kiməsə. Ona görə fərqli oyuncuların oyununu paylaşıram ki, bu videoya həmin oyuncular da oyunları düşsün də. Top nətər gəldi? Ümumiyyətlə, ağların topu A3-də nə gəzir? A3 çox, top üçün çox təhlükəli yer. Bizim qaraların top atı D3-ə yerləşsə, yenə də çox təhlükəli yer olar, sayılacaq olar.
Ayat satdadır mı? Bilmirəm. Ayat satdadır. Vay vay vay. Baxmaq olur hə. Hanımız, baxmaq olur hə. Oyunun, turnirin bütün oyunları onsuz da qeydiyyata düşür də. Sonra yenə baxmaq olur. Hamısı onsuz da qeydiyyatda olur da. Təzədən bütün oyunlara baxmaq olur. Hə, eləyərsən sən. Hə, baxmaq olur hə. Turnirdən sonra görəcək, nə o gedişi görəsən. Neçəsi analiz edəndən sonra, bilgisayar analizi verəndən sonra faiz aşağıda göstərir. Bilgisayar analizi verəndən sonra göstərir. İndi bir dənə də maraqlı gediş var. Ağlar üçün görə bu gedişi görürmü? Yəni ağların yaxşı imkanları var. Orada analiz verirsən də, analiz verirsən, analiz verəndə ondan sonra göstərir. Analiz verməsən görsənmir. Analiz verəndə faizinə kimi Anonymous göstərir. 5000 beğeni yaptı. Sağ ol, sağ ol. Eləyər. İndi görək nə oynayacaq, maraqlıdır. Devam edelim. Bəli. Top bir yaxşı gediş. Burada da yeganə gediş at. O at gedişi. At C5. Piyada D4. Piyada gedirdi. A4 piyadası gedir. Bilmirəm. Bilmirəm. Son oyundur Pərviz. Yoxsa deyəm bundan sonra bir tur da olmalıdır. Piyada getdi də mərkəzdəki. Prosta maraqlı bir şey var ki, yer aşmalıdır. Ağlar. Piyadanı vurandan sonra. Ay ay ay. Belə. Ha. Bu A2'dəki top heç nəyə qalıb. Lazımsız niye?
Vay 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 vay. Bəli. Hə, belə işlər. Dən görək nə var ya bu. Ne belə oyunu, bu nə oyunlardır ki? Ağlar ne belə qorxu oynayır ki? Ağlar ne belə qorxu oynayır ki? Mən tutanmadım deməm. Ne belə qorxu oynayır? Şurayla oynasa olur da. Kimdən oynayırsan? Sən. Rafael'lə yaxşı baxın. Sizin oyununuza baxmamışam, mən də baxım. Nətərdir vəziyyət? Aha. Vay, buna qarşı oyundur. Bir gedişamatdır ki bu. Mən gözləyirdin elə mat eləməkdən ötürü. Vay sənin hə. Mən gözləyirdin ki, gəlin mat eləyəsən rəqibi. Hə? Vay səni canım. Gördün də Rafael'in ağardı. Mən gözləyirdim ki, girim qeydiyyata düşsün deyə eləyirdi də. Qeydiyyata düşsün deyə. Video qeydiyyatına düşsün deyə elədi. Vay səni canım. Burada maraqlı mat var. Prosto qaçdı. Şah oynamasaydı mat idi. Niyə sola yox sağa? Əslində sola oynamalı. Troll stavdu səni Ceyhan. At getdi, at düşdü. Yox, at düşmüyor. Bir dənə yeri var atın. Yox, saf oyna. At düşmüyor belə ki, düşmə ehtimalı yoxdur hələ ki. Bir dənə yeri var qalıbda prosto. Atı heç vaxt 3-cü oynamaq olmaz. Atı 3-cü oynayanda düşür dostum. Atı 3-cü oynayanda düşür, böyle pis vəziyyətə qalır. Atı 3-cü oynamaq lazım deyil ama. Deyən ki, piyadanı heç olmasa götürə bilər də. Belə seronda yenə də ağlar uda bilər, çünki 2 piyadası var. Topları dəyişsəcək. Eybi yox, eybi yox. 3 oyunun içində dursan, cəmi. Əladır ki. Yox, burada qaralar uduzdu artıq. Qaralar.
Aşağı yuxarı pedalar çıxacaqdır. Allah, niyə aşağı oynayacam? Pedalın qabağa verir. Şah oyna, sonra piyadanı oyna, sonra şah oyna, sonra altdakı piyadanı oyna. Belə bala çıxardırsan. İndi H5, H7, J7 sonra və belə bastı piyadaları çıxardırsan. Top B1, vəzir A1 mat. Belə də olar. Prost belə də 3 gediş oldu da. Bayaq gedişdə 2 gediş. Nə ala. Bircə turumuz qaldı. Deməli Bəhnəm birinci yerdədir. Bəhnəm elə bil bizim qrupun oxuyan uşağıdır da. Oxuyan tələbəsidir. 5 alan tələbədir elə. O olimpiyada yazıda göndərirlər, medalla gəlirik, bu onun kimi. Axşamın xeyir demo. Sıran gözlə. Bir tur qalıb, bir turdan sonra oynayaq CS:GO-da. O gün elə bir gecə vaxtı oynamaq istədim, amma alınmadı nəsə, hə, yoxsa? Hə. O gün elə bir oyun göndərmişdim. Mən göndərdim, qəbul elədim. Amma sonra olmadı. Kimin oyununa baxaq? Halduna baxdıq. Çox oyunda Şamxal kimdir? Şamxalın oyununa baxaq da, Yaşarla oyununa. Şamxalla məsələn üçün Yaşarın oyununa baxaq. Oldu amin. Gecən xeyrə qədər. Nə heç nə. Onda sən deyildin, sən ruhun idin. Bəli, CS:GO-da göndərmişdim, qəbul elədim, sonra da elə bir atqaz getdi. Belə. Yox. Bəli. Bu ən yaxşı gediş idi. Burada mat var da dostlar, bilirsiniz, maraqlı mat da. Səhv elədi. Get vəzirlə sən boğma matını elə, qaralar səhv elədi. Ağlar səhv elədi. Yaşar bunu vurmazlar. Sən orada bir dəqiqə boğma mata düşərsən. Topu vursan udursan. İşte burada oyun getdi sənin üçün. Atla burada boğma mat olur. Ola bilər, hə, ola bilər. Topu verdi ki, mat oldu ki bu. Topu vursa mat deyil. Şamxal topu vursa mat. Ay sən. Vay. Ya görmür ya da gözlədir.
fikirləşir Bu görə nəyə fikirləşir mən bilmirəm. Bəlkə də atı qaçsa nə qədər gülərəm. Nəysə bu baxaraq bunun oyununa. Yəqin ki ya gözlədir rəqibini ya da nədirsə də məncə görür o gedişi. Bu ABC-yə baxaq görək Cəmillə nə edir. Bəli, bu da mat oldu. Topla götsəm matdır da. Amma onu vəzirlə vurmalı idi əslində. Vəzirlə vursaydı daha yaxşı olardı. Bu piyadanı vəzirlə vurursan ki, məcbur olsun topu vursun. Burada məsəl üçün ABC səhv elədi. Bu F7 piyadasını vəzirlə vurmaq lazım idi. Vəzirlə vursaydı həqiqətən mat olmuşdu. Amma belə də matı yoxdur. Bildiniz nə tər? Vəzirlə vursaydı top bağlamaya düşürdü. Digər topla da mat eləyirdi, amma görmədi o gediş. Yəni top məcbur idi ki, o vəziri götürsün. Çünki götürməsə vəzir şaha qaçsa topu vurub mat olurdu. Prosto yəqin ürək eləmədi də. Motor, salamqı, turol, salamqı. Prosto ürək eləmədi yəqin ona görə vəzirlə vurmağa. Burada elə bir şey yoxdur. Topu vurur, vəziyyətdən çıxır. Məncə elə bir şey yoxdur. Topu vurdu, vəziyyətdən çıxdı. Sonra hələ dayan görək. Topla bunun vəzirinə hücumu da var. Topla vəzirə hücum eləyir. İndi o fili bağlamaya sala bilər də. Bu da var. Məsələn, ağlar vəzir A8 oynaya bilər. Bu da vəzir oynayacaq da yəqin ki. Məsələn, belə də eləmək olar. Məsələn, bu təhdidə baxmayaraq ağlar top Y1 oynaya bilər. Top Y1 yox, top Y1-ə fil var orada. Yox. Yox, alınmır. Yox, bayaqlar vəzirlə vursaydı ağlar mat eləmişdi. Bu da en yaxşı gediş ağların topu A8 idi. Neyse onun gedişi onu görmür. İki piyada üstündü da ağlar. Sağ ol veriyor. Məmmədov 3-2 oynayaq, 3-2, 1-3-4 dənə oyun oynayaq da, hə? Maraqlı olsun deyə. Yoxsa 10 dəqiqəlik oynayaq. Deyirəm 3-2, 1-3-4 dənə oyun oynayaq. Yoxsa 10 dəqiqəlik oynamaq istəyirəm. Salam Nizat, salam. Sağ ol qadın, sağ ol. Hə, 3-2, 1 neçə dənə oyun oynayarıq. Deməli, burada Karahanlının mahnısını qoymuram, Eliyar. Haldun kimi idi, yazıb ki, mən sən deyir 3 dənə askırmağından hiss eləməliydim.
Qaraxanla da 3 dəfə nas qıraq. Deyim mən sən 3 dəfə nas qırmağından hiss eləməliydim. Bağlı. Hə. Yoxsa Rafael mi yazmışdı, yoxsa Haldun mu yazmışdı, hansısa yazmışdı. Həmlələri geri almaq o görün. Məncə olmur. Bax gör olur. Gör bu işarə aktivdirsə də olur. 3 xal maraqlıdır. Dövlətdə oynanan 3 xal yaxşıdır. Hə, Haldun yazmışdı, hə. Vay, bu nə qəribə oyundur bu. Cəmil nə qəribə oyunlar oynayır, bu nə belə, bu vəzir ora niyə gəldi? Fili götürmək istəyir yəqin. Hə, Cəmili Allah qutardı. Vəzirlə o F7-ni vursaydı mat idi. Fillə vurdu. Lichess'də yox, Chess.com-da oynayarıq elə. Chess.com-da oynayarıq elə. Lichess pre-move eləmək olmur. 3-2 oynamaq olmur Lichess'də. Blitz şeydə yaxşıdır. Pre-move eləmək olur da, tez-tez oynamaq olur. Hə. Nezuko-da eləmi? Məndə varsan da dostluqda. Amma reytingin yaxşı qaldırırsan. 1700 idi elə bu günlər sən baxdın bir rapid reytinginə. Rapid reytinginə baxdın 1700 idi, yaxşı qaldırırsan reytingi. 1300 zad idi elə bil, 1200 idi yoxsa reytingi. Yoxsa mən səhv bildim. Tural udmaq istəyirdi, nə oldu bə? İkisi də eyni gedişlər eləyir, fikir versin. Hə, 600, birdən birə nətər 1700 oldu rapid reytingi. Burada nə fikirləşir, vurmalıdır da. Hə? Bu başqadır. Başa düşmürəm. O kimdir ki? Sən o deyilsən ki? Yoxsa 2 dənə profilim var. Mən ona göndərmişdim. Bir mən ona göndərmişdim, yoxsa o mənə oyun göndərmişdi. Yox, mən onu mən oymuş. Mən də deyirəm, bildim. O mən də elə biləm o səndə, o da sənin profilindir. Görməmişəm onu. Yəni fikir verməmişəm. 5 nə var? Cəmil, yəni bunu sən görmədin qaqa. Ha, Cəmil. Bu gedişi görmədin. Bayaqçının gününə saldasan. Sən bayaq kimi belə mat eləmişdin? Rafael idi, kim idi? Yaşarı. Əvəzin çıxdı bax. Bu matı görmürdün sən? Allah xeyir bilsin. Gördün Yaşar əvəzini çıxdı. O gedişi görmüsən, mat eləyir sən. Fikrin haradaydı qadam? Fikrin haradaydı sən də? Bəli, axırıncı turdu. Bəli, gülmə qonşuna, gələr başına. O Cəmilin səsi gəlmir, özün çata yazmır. Bayaqları mənim gözləyirdi ki, rəqibim mat eləsin. Bəli. Bu nə oldu?
Bu Elcan keçən səfər vəzirlə pat eləyəndi. O görə yenə deyəsən pat olacaq. Deyən Elcan keçən səfər vəzirlə pat eləyəndi. Bu görə bir də yenə bax yenə qarşılanır bax yenə top sat çıxır. Bu görə axırı nə olar? Allah xeyir eləsin dəyin görə. Bu görə yenə top sat çıxır. Yenə bu görə axırı nə olur? Ne olur abi? Sağ ol Ceyhun, sağ ol. Cəmilli iPhone çıxdın da, uşaqların iPhone çıxdın Cəmilli. Deyən mat oldu. O bəyan eləyə bilmirdi ki, şahı boyda əziyyət verdi, oradan getdi, piyadanı götürdü. Təzəndən. Bəli, burada artıq mat oldu vəziyyət. Mat eləməyəcək. Deyirəm sizə pat olacaq da, bir dənə səbirli olun. Bir dəqiqə gözləyin. Temamız gəlir, dayanın dostlar. Mən sizə söz deyirəm, bir dənə səbirli olun. Bu cürə. Yox, qorxdu sərin. Dedi birdən patsadı olar, eysə. Tesələsi mat elədi, fikir verdiniz. Dedi birdən patsadı olar, bir avr. Bəhnəm, təbrik edirəm, bəhnəm. Rüstəm birinci səfərdən ikinci olur bizdə. Ha, Rüstəm birinci səfərdə turnirdə ikinciyə çıxır, ha dostlar. Fəridin də reytingi çox idi, amma yenə də üçüncü oldu da, düzdürmü? Maraqlı. Rüstəm sən idin eləmi kardinal? Yoxsa kim idi? Kardinal sən idin də Rüstəm. Əla. Akif yaxşı gəlmişdi. Prosta ortada 2 dənə oyun ulduzlu deyin. Hə, Rüstəm sənsən, hə, təbrik edirəm, yaxşı oynayırsan. Akif də yaxşı gəlmişdi, prosta o da ortada 2 oyun ulduzlu. Bəhnəm sonuncu oyun heç sən kimlə eləyib? Rüstəmlə. Əla. Hələ Bəhnəm bir oyun buraxıb ha. Yox, mən baxıram qədərəm, oynamıram. Biz də, Sudiyayıq, hakim. Qobdən Məmməd oynayım, bir iki dənə oynayım. Sonra canımızı bağlayaq dostlar. Hə, keçdik indi Rapid oyunumuza. Blitz izləyicilərlə Blitz oyunlarımıza keçək də.